həmin gün biraz qalır. Qurban bayramına sayılı günlər qaldıqca bazarlarda qiymətlər yüksəlir. Satçıların sözlərinə görə yem və baxım məhsullarının artması qiymətlərə təsirsiz ötüşməyib. Hazırda bazarlarda qoyunların qiyməti çəkisinə və yaşına görə dəyişir. Keçən il bazarlarda 250-280 manat aralığında dəyişən minimal qiymət bu il 300 manata təklif olunur. Orta ölçülü qurbanlıq qoyunların qiyməti təxminən 350-400 manatdan başlayır. Fərq çoxdur. Yem də bahadır, pres də bahadır. Yəni alıcı qüvvəsi də zəifdir, belə deyək də. İndi də qiymətlər də ki, keçən ildən 1 manat qalxıb, 2 manat qalxıb, amma yenə də alıcı yoxdur. Zəifdir, çox zəifdir, hədsiz zəifdir. 9 manat, 10 manat diri çəki veririk. 9 manat, 10 manat, 11 manat. Yaşlı heyvan, yəni ağır çəkidə olanlarda 850 belə. Alıcılar varmı? Var, bəli, var. Hamısı kraskalarını verənir ki, məsələn, səhərə saxlayarsınız. Alıcılar da keçən illə müqayisədə qiymətlərdəki artımı hiss etdiklərini deyirlər. Təxminən kilo baxımından 16-17 kilo nəzərdə tutmuşam, yəni beləncə əyərlər. Sizcə keçənki ilə bu iki qiymətlər fərqlənir? 52 kilo. Keçənki ilə bu ilkində fərqi var. Belə bir kilosunda 1 manat, 2 manat fərqləri var. Birinin 350 aldım, birinin 380. Keçənki qiymətlərlə bu iki qiymətlər fərq var? Fərq var, ha. Neçə kiloda aldıqlar mı? Kilonu bilmirəm. İqtisadçılar bildirirlər ki, bayram ərəfəsində qiymət artımı təbii bazar prosesi hesab olunur. Bunun əsas səbəblərindən biri yerli heyvandarlığın və heyvan saxlanılmasının əvvəlki illərlə müqayisədə azalmasıdır. Paralel olaraq da ithal ətinin qiymətinin bahalaşmasıdır. Bundan başqa ölkə daxilində saxlanılan heyvanların bəsləmə ilə, saxlanma ilə əlaqədar xərclərin əhəmiyyətli artmasıdır. Yəni bir tərəfdən xərc artır, digər tərəfdən ithal edilən məhsulların qiyməti artır, digər tərəfdən isə tələbat yüksək olaraq qalır və xərclərin artımı, ithal qiymətlərinin artımı ona gətirib çıxarır ki, tələbatın yüksək olması fonunda qiymət artımı ardıcıl olur. İqtisadçılar onda vurğulayırlar ki, qiymətlərin artması müvəqqəti xarakter daşıyır. Bayramdan bir neçə gün sonra qiymətlərdə enmə müşahidə olunacaq.